Həyətində terapiya bağçası olan bir istirahət mərkəzindən bilmirəm xəbəriniz var ya yox. Burada hər addımdaca sizi dovşanlar qarşılayır. Deməli, həftə sonu Şabrana Wellbeing Resorta getmişdik. Əslində burada bir neçə il əvvəl olmuşdum və açığı çox razı qalmışdım. Biz bu dəfə Deluxe Suite tipli otaqda qaldıq. Belə bir otağın bir gecəlik qiyməti həftə içi 250, həftə sonu 290 manat olur. Qiymətə yalnız səhər yeməyi və otelin bir sıra xidmətləri daxildir. Buranın ümumiyyətlə çox qəribə bir Avropa vibe var. Elə bil İsveçrədə bir qəsəbədir, fikir ver. Mənə görə buranın əsas üstünlüyü mənzərəsidir. Təbiətin içində salındığı üçün orqanik gözəlliyi var və ən əsası hər tərəf dovşandır. Hər addımda bu şirin, sevimli canlılarla rastlaşırsan. Sizə deyim ki, uşaqlar üçün əsl əyləncə, əsl macəra məhz budur. Burada bəylərin futbol oynaması üçün qəşəng stadion da var. Bir də yadımdan çıxmamış deyim, burada çox möhtəşəm bir masaj xidməti var. Ayurveda adlanır. Hind masajıdır. Xüsusi bitkisel yağlardan istifadə edilir. Hindistanlı xanımlar eləyir bu masajı və dəhşət bir şeydir. Qiymətləri də burada qeyd olunub. Otelin səhər yeməyi açıq bufetdir. Burada da nə desəz var. Yoxdur. Çeşidlərin ucu bucağı görünmür. Beləcə Şabran Wellbeingdə çox qəşəng 2 gecə, 3 gün keçirdik. Xidmət və keyfiyyət olaraq premium səviyyədə bir yerdir. Mənzərəsinə isə sözlər yetməz. Dostlar, kanalıma abunə olmağı və bol-bol şərhlər yazmağı unutmayın. İzlədiyinizə görə təşəkkürlər.